Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Kərkini təhvil verməyə hazırlaşırlar. Kənddə nələr baş verir? Bakı və İrəvan anlaşıb, seçkiləri bu Azərbaycanlılar idarə edir. Ermənistan baş naziri Azərbaycanla bağlı məqsədini açıqladı. Paşinyan Putinin təklifini rədd etdi. Məsud Pezeşkiyanın istefası ilə bağlı açıqlama. Hazırda Avropa Birliyi ilə Avrasiya İqtisadi İttifaqı arasında seçimlə bağlı referendum keçirmək məntiqli deyil. İrəvan, Avrasiya İqtisadi İttifaqı və Avropa Birliyi arasında seçimin qaçılmaz olacağı nöqtəyə qədər işləyir və işləməyə davam edəcək. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Bu referendumun nə vaxt keçiriləcəyi də vacib bir sualdır. Ən azından Ermənistan rəsmi olaraq Avropa Birliyinə üzvlük üçün müraciət edənə və ya üzvlüyə namizəd statusu almağa yaxın olana qədər hər hansı bir referendum keçirmək məntiqsizdir. Çünki mahiyyət etibarilə heç bir əsas, heç bir tarazlıq formalaşmayıb ki, xalqa bu və ya digər yolu seçmək imkanı verə bilək. Bugün bu seçim nəzəri xarakter daşıyır və nəzəri seçimi referenduma çıxarmaq o qədər də düzgün deyil, o bildirib. Qeyd edək ki, Rusiya lideri Vladimir Putin Ermənistanda Avrasiya İqtisadi İttifaqı və Avropa Birliyi arasında seçim etmək üçün referendum keçirməli olduğunu dilə gətirib. Balanslı siyasətə nail olmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üzərində fəaliyyətləri davam etdirəcəyik. Telegraf xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. Bugün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq. Əminəm ki, bu məqsədə çatacağıq. Bu deməkdir ki, balanslaşdırılmış xarici siyasət Ermənistan üçün yeni imkanların yaranmasına gətirib çıxaracaq. Bu da fərqli səviyyəli dövlətin yaradılması deməkdir, Paşinyan bildirib. İran prezidenti Məsud Pezeşkiyan istefa verməyib və vəzifəsini yerinə yetirməyə davam edir. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Tasmin İnformasiya Agentliyi hökumətdəki mənbəyə istinadla məlumat yayıb. Agentlik İran International'ın Məsud Pezeşkiyanın istefa ərizəsini ölkənin ali rəhbəri Müştəba Xameyniyə təqdim etdiyi barədə iddiasını təkzib edib. Prezident Administrasiyasının Kommunikasiya və İnformasiya İdarəsi rəhbərinin müavini Seyid Mehdi Təbatəbai də bundan əvvəl bu barədə xəbəri yalanlamışdı. Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistandakı seçkilərin əsas müzakirə mövzularından biridir. Müxalifət 300 min Azərbaycanlının qayıdışına hazırlıq gedir iddiası ilə hakimiyyəti ittiham edir, iqtidar isə bütün bunlara ya cavab vermir, ya da təkzib edir. Baş nazir Nikol Paşinyan bunun olmayacağını bildirdi. Hərçənd onun bu açıqlamasının seçkiyə hesablandığını düşünmək mümkündür. Çünki soydaşlarımızın sülh şəraitində öz yurdlarına qayıdışı məsələsi aktuallığını itirməyib. Seçkilərdən sonra Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanması gözlənilir. Tərəflər arasında uzunmüddətli və davamlı sülh üçün açıq qalan bütün məsələlər həllini tapmalıdır. Azərbaycanlıların qovulduqları yurdlarına qayıdışı da bu məsələlərdən biridir və qayıdış haqqı beynəlxalq hüquqda öz əksini tapır. Məsələ Ermənistanda müxalifətin iddia etdiyi formada baş verməyəcək. Azərbaycanlılar öz yurdlarına SSR dövründə vətəndaşı olduqları Ermənistana sülh şəraitində qayıdacaqlar. Vaxtilə Azərbaycanlıların qovulduqları kəndlərin əksəriyyətinin boş qalması da o deməkdir ki, qayıdış Ermənistandakı demoqrafik və sosial-iqtisadi problemlərin həllinə də töhfə verə bilər. Lakin bu sülh müqaviləsinin imzalanmasından sonraki dövrün məsələsidir. Hazırda isə soydaşlarımızın qayıdışının Ermənistan seçkilərində ittiham mövzusuna çevrilməsi müxtəlif iddiaların irəli sürülməsi ilə nəticələnib. Bunlar arasında erməni şərhçi David Muktaçyanın iddiaları diqqət çəkir. O iddia edir ki, Azərbaycanlıların qayıdışı məsələsi Bakı və İrəvan arasında qeyri-rəsmi şəkildə razılaşdırılıb
Bu, qeyri-rəsmi mövcud olan iki şərtdən biridir. Birinci şərt ictimaiyyətə məlumdur. Söhbət Ermənistan konstitusiyasının dəyişdirilməsindən gedir. İkinci şərt isə məhz azərbaycanlıların qayıdışıdır. Seçkilərdən sonra bu şərtlər həyata keçiriləcək. Erməni şərhçi iddia edib. Bu iddianın da seçki prosesində hakimiyyəti ittiham etməyə hesablandığı bəllidir. Lakin Bakı və İrəvan arasında bununla bağlı müəyyən danışıqların aparıldığı və mümkün razılaşmanın olması da istisna deyil. Çünki məsələ sülh prosesinin tərkib hissəsidir. Mövcud vəziyyətdə isə Ermənistandakı seçkilərin nəticələrini Qərbi Azərbaycanlıların həll etdiyi görünür. Ermənistanda davam edən seçki kampaniyasında əsas müzakirə mövzularından biri Kərki kəndinin Azərbaycana qaytarılmasıdır. Müxalifət ermənilərin Tiqraneşen adlandırdığı kəndin hakimiyyət tərəfindən qaytarılacağını deyir. Hakimiyyət isə bu məsələnin delimitasiya prosesinə daxil olduğunu və başkəndi geri alacaqları təqdirdə Kərkinin də qaytarılacağını bildirirlər. Azadlıq Radiosunun erməni xidməti Kərkidə baş verənləri işıqlandırıb. Kənddəki ermənilər bildirirlər ki, onlar televizora baxmaq və ya sosial şəbəkələrdəki müzakirələri izləmək istəmirlər. Lakin eşidiblər ki, bu kənd seçki kampaniyası zamanı siyasi ticarət mövzusuna çevrilib. Ermənilər bildirirlər ki, nə müxalifətdən, nə də hakimiyyətdən heç kim kəndə baş çəkməyib. Hətta iqtidar da, müxalifət də Vayos Zorda kampaniya aparsalar da kəndin yanından düz keçiblər. Heç kim gəlmədi, kəndi təhvil verib-vermədikləri barədə bizə heç nə demədilər, sakinlərdən biri deyib. Digər sakin isə hesab edir ki, hakimiyyət kəndi təhvil verəcək. Baş nazirin dediklərindən məlum olur ki, xəritəyə baxacaqlar. Bura türklərindirsə təhvil verəcəklər. Bu olsa biz nə edə bilərik? Kənddəki məktəbin bağlanacağı haqda da məlumatlar var. Məktəbdə cəmi 2 şagird təhsil alır. Ermənilərə tövsiyə edilir ki, qonşu Sevanakda yeni tikilən məktəbə getsinlər. Kənd sakini Azatuy Avanasyan isə deyir ki, nəhayət sülh gəlməlidir. Mən dəfələrlə Qafanda olmuşam və görmüşəm ki, orada Azərbaycanlılar dayanır, sürücülərimiz gedir, gəlir. Qardaşım dəfələrlə zəng edib ki, Azərbaycanlıların yanından keçirəm, keçib zəng edəcəm. Nəhayət sülh gəlməlidir, ya yox, o bildirib.